Ümumiyyətlə 9-cu Anima Film Festivalı, ümumi olaraq Anima Film Festivalı 2018-ci il tarixindən etibarən keçirilir və biz ümumiyyətlə Azərbaycanda ilk beynəlxalq animasiya film festivalını təşkil edirik. Bu artıq 9-cu ilimizdir. Bizdə həm nümayişlər, workshoplar, master-klasslar və digər tədbirlər həyata keçirir. Bu tədbirlərin yanında son 2 ildir ki, biz artıq pitching müsabiqələri təşkil edirik. Bu yerli animatorlar üçün çox yaxşı bir haldır ki, onlar layihələrini təqdim edə bilib, onlardan müəyyən büdcə qazana bilirlər. Digər tərəfdən bizdə bu tədbirlərin yanında həm də sosial məsuliyyət konsepsiyası çərçivəsində müəyyən kampaniyalar olur ki, burada heyvan haqları, qadın haqları olub, sonra ekologiya olub və s. və bu ildə bizim də mövzumuz dənizdir və biz Xəzər su itləri haqqında onların qarşılaşdığı təhlükələr və bu problemlərin işıqlandırılması fonunda kitab layihəsi həyata keçirəcəyik və burada bilet ödənişinin müəyyən faizi artıq ora ötürüləcək. Bu layihə uşaqlar üçündür, amma böyüklər də üçün çox maraqlı olacaq məncə. Mən personajları, üslubu seçmişəm və çəkmişəm. Sonra isə bizim animatorları bunu animasiya eləmişdi. Görəsən bizi haşa gəzdirəcəklər. Hələ bilmək olmaz. Ümumiyyətlə Azərbaycanda kino festivallarına, kino tədbirlərinə çox böyük ehtiyac var. Animasiya isə ümumiyyətlə azdır, yəni əslində bir tariximiz var, amma sonradan biraz düşüş dövrünü yaşamışdı, amma şükür Allaha dirçəliş dövrü gəlir və yeni animasiyalar, animatorlar yetişir.